Gəncə, 19-cu əsrin ikinci yarısı. Bu, o dövr idi ki, Çar hökuməti hər vəclə beyinlərdən Azərbaycançılıq ideyalarını silməyə çalışırdı. Məqsəd, Azərbaycanı ruslaşdırmaq, millət kimi özünü dərkə mane olmaq və ölkəni öz əsarəti altında saxlamaqdan ibarət idi. Bu götür-qoylar İpək yolunun üstündə yerləşən qədim nizami yurdu Gəncədən də yan keçməyib. Təkcə onu demək yerinə düşər ki, şəhərin tarixi adı dəyişdirilərək Çarın arvadının şərəfinə Yelizavetpol adlandırılıb. Məhz belə bir çətin zamanda dövrün Azərbaycanlı öncülləri var gücləri ilə ölkədə milli məfkurənin və milli təfəkkürün formalaşması üçün çaba sərf edirdilər. Məhz bu dövrdə keşməkeşlərlə dolu 19-cu əsrin ikinci yarısında ölkədə yeni nəsil formalaşmağa başlayır. Bu o nəsil idi ki, sonralar Azərbaycanın istiqlalı barədə düşünəcək, buna nail olacaq, ömürlərini sürgünlərdə keçirəcək, ölümün gözünün içinə dik baxacaq və bir qaşıq qanlarından ötürü yolcusu olduqları yoldan əsla dönməyəcəkdilər. Bu nəslin layiqli simalarından biri də Həmid bəy Yusif bəy oğlu Yusif bəyli idi. Dövrünün tanınmış şəxsiyyəti Azərbaycan Xalq Cumhuriyyətinin baş naziri Nəsib bəy Yusif bəylinin böyük qardaşı idi Həmid bəy Yusif bəyli. Qardaşı Nəsib ilə aralarında yaş fərqi az idi. Buna baxmayaraq Nəsib şuurlu ömrünün böyük hissəsini qardaşı Həmidin tövsiyə və məsləhətləri ilə keçirib. Dövrünün adlı hüquqşünası və maarifçisi olan Yusif bəy də öz övladlarının düşüncələrində hələ kiçik yaşlarından millət, vətən fədaisi olmağı formalaşdırmağa bacarıb. Bunu sonraki illərdə hər iki istiqlal mücahidi öz əməli işləri ilə sübut edəcək, babalarına miras qoyduğu vətən uğrunda qan, dost uğrunda gözyaşı, ailə uğrunda isə tər tökmək prinsipinə sonadək layiq ola biləcəkdilər. Həmid bəy 1873-cü il oktyabr ayının 13-də Azərbaycan tarixinin əsas önəmli şəhərlərindən biri olan Gəncə şəhərində dünyaya göz atmışdı. Və o da həmçinin ailədə Yusuf bəy kimi, atası Yusuf bəy kimi, qardaşı Nəsib bəy kimi ali təhsilli, ictimai-siyasi dünya görüşü olan şəxslərdən biri olubdur. Yusuf bəylilər soyundan əsas şəxslərdən biri də Həmid bəydir. Həmid bəyin babaları Cavad xanın dövründə onun babası Yusuf bəy, Cavad xanın vəziri olub və həmçinin də onun bacısı Cavad xanın həyat yoldaşı olub. Soykök olaraq milli bir bağlılıq olub, vətənə, dövlətə bağlılıq olub və ondan irəli gəlir ki, Həmid bəyin də tutduğu mövqeyidə milli məsələlər, milli mövqe önəmli yer tutubdur. 1804-cü ildə Qalıya daxil olanda Ruslar Cavad xanı öldürürlər. Cavad xanın bir müddət beyni yerdə qalır. Bir Rus zabiti yaxınlaşır, onun cəsədinə tüpürür. Tüpürəndə bizim ulu babamız Yusuf bəyin oğlu Eyüp bəy camaatın içindən çıxıb, xəncəri çıxardır. Həm zabiti öldürür, həm də ki, iki də əskəri, Rus əskərdir. Belə bir şücaətli bir ata-babaya sahib olmaq, belə bir şücaətli bir nəslin nəvəsi olmaq, aydındır ki, Həmid bəyin özündə də belə bir xarakterlər tərbiyə etməli idi. Ondan belə şeylər yan keçə bilməzdi. O nəslin qanını daşıyırdı bu adam. 1895-ci ildə Gəncədəki klassik gimnaziyanı bitirən gənc Həmid 1898-ci ildə Axund Molla Məhəmməd Pişnamazadənin açdığı Məktəb-i Xeyriyyədə müəllim işləyir. Siyasi fəaliyyəti də məhz həmin illərdən başlayır. Atası Yusif bəylə Azərbaycanın muxtariyyət statusu alması üçün mübarizəyə qoşulur. Əlamətdar bir məsələdir ki, Həmid bəy Yusif bəyli öz ictimai fəaliyyətinə məhz maarifçilik fəaliyyətindən başlayır. Və maarifçilik fəaliyyətini özünün əsas qayəsi hesab edən Həmid bəy bir növ fədakarlıq göstərərək 1898-ci ildə öz evində Puşkin adına kitabxana təşkil edir. Və bu kitabxanada Rus klassiklərinin əsərləri toplanılır.
Onu da demək istəyirəm ki, Azərbaycan mühitində və xüsusilə bu Gəncə mühitində o zamanki dövrdə Rus klassiklərinin əsərlərini toplamaq və onları ümumiyyətlə xalqın istifadəsinə vermək böyük bir əmək tələb eləyirdi. 1899-cu ildə Puşkinin 100 illik il dönümü münasibəti ilə həmin kitabxana Tatlar məscidinə köçürülür və burada bir xeyli də Azərbaycan ziyalısı da iştirak eləyir. Bir məlumatlar məsələni də nəzərə çatdırmaq istəyirəm ki, kitabxanada kitabların sayı 700-ü ötüb keçmişdi. 1203 nəfər oxucusu vardı, bunlardan 283 nəfəri məhz Azərbaycanlı idi. Yəni, Gəncə şəhərində 283 nəfərin rus dili bilməsi, bu böyük bir rəqəmdir. Yəni, nəzərə alsaq ki, 283 nəfər ziyalı rus dilini bilir və bunun ətrafında bir xeyli Azərbaycanlının da rus dili bilməsi fikri ağla gəlir. Kitabxananın iştirakında da böyük şəxsiyyətlər iştirak etmişdilər. Azərbaycanın ziyalı xadimləri iştirak etmişdilər. Məsələn, Əbdürrəhim bəy Haqverdiyev, Kamal bəy Mehmandarov, Şəfi bəy Rüstəmbəli, Sultan Məcid Qənizadə və başqaları. Kitabxananın mövcudluğu haqqında Vladimir İliç Lenin adına kitabxanada müəyyən sənədlər mövcuddur və orada məlum olur ki, Gəncədə belə bir kitabxana yaradılıbdır. Həmin kitabxanada 2000-dən artıq kitab mövcud olubdur və demək olar ki, bu kitablar da Türkiyədən, İrandan, müxtəlif yerlərdən gətirilmişdi. Gəncədə ən dəyərli kitabxanalardan biri hesab olunurdu. Çünki birinci kitabxana olduğuna görə çox yerlərdən kitablar toplanmışdı ora. Çox dəyərli bir kitabxana idi. 1949-cu ildə o kitabxananı biz satdıq. Satdıq niyə? Eyüp bəy geri sürdülər Sibirə. Sibirdə vəziyyətləri yaxşı döydü. Həmid bəyin o kitabxanası satıldı. O kitabda qəribə bir şey var idi. Gözəl kitabları idi, üstü onların parçal idi. Xarab olmurdu, heç vaxt onun üzlüyü. O vaxtı bu şax söyəndə meçid var. Ora verilir o kitablar. Zaten açıq deyil. Verilir ora. Oradan da sonra dedilər ki, bu yaxın zatdır. Orada başqa işlər aparılanda götürürlər, verirlər. Hansısa məktəbdə bu dəqiqədə arxivində durur. Tapamadım mən. Getdim, onu tapamadım. Həmid bəy bu kitablardan Azərbaycanın gerçək tarixini oxuyub, zorla şüurlara yeridilməyə çalışan anti-Azərbaycançılıq və Rusiya ideologiyasına qarşı çıxdığına, başlatdıqları təhsil siyasəti və millətin oyanışına xidmətə meyilli addımlarına görə elə gənc yaşlarında ikən təqiblərlə üzləşib. Bu təqibləri məntiqi olaraq 1899-cu ilin 18 dekabrında 21 yaşında siyasi fəaliyyətinə görə həbs edilərək Tiflis şəhərinə aparılır. 14 ay Metex həbsxanasında saxlanılır. 1904-cü ilin dekabrında isə Türkistana sürgün olunur. 1905-ci ildə Həmid bəy Yusifbəylinin yaxın iştirakı ilə Gəncədə Türk Sosialist Federalist İnqilab Komitəsi yaranır. İnqilab Komitəsinin başlıca məqsədi Azərbaycanda ictimai ədalətə nail olmaq və eyni zamanda Rusiyanın dövlət quruluşunu federativ əsaslarda yenidən təşkil etməyə çalışmaq idi. Həmid bəy Yusifbəyli burada həm rəhbər bir vəzifədə təşkilatçı kimi ad çıxartmışdı və eyni zamanda geniş maarifləndirmə işi ilə məşğul idi. Məhz bu təşkilatın, bu komitənin əsasında yeni bir partiya, daha doğrusu ictimai bir təşkilat, Qeyrət təşkilatı yaranır və həmin Qeyrət təşkilatına 4 nəfər Gəncə ziyalısı, təşəbbüskar kimi çıxış edirlər və ətraflarına Gəncənin ziyalı insanlarını yığırlar. Bunlara Ələkbər Rəfibəyli, Ələkbər Xasməmmədov, Yusuf bəy Yusufbəyov və Həmid bəy Yusifbəyov daxil idilər. Bu təşkilat yaradılarkən onun rəhbəri kim olsun, belə bir müzakirə getmişdi və o dövrdə progressiv ideyaların daşıyıcısı, müasirlik ideyalarının daşıyıcısı olan Gəncədə əsas şəxslərin, mən bəlkə deyərdim birincisi Həmid bəy idi ki, o dövrün Gəncədə olan o ictimai siyasi mühitdə rol oynayan şəxslər təşkilatın rəhbəri kimi Həmid bəyi təyin eləmişdilər. Həmid bəy həm Qeyrət partiyasında fəaliyyət göstərirdi, həmçinin də Difai partiyasında. Difai partiyasının proqramı məlum məsələ. Difai partiyasının proqramı milli sosial-demokratik ideyaların daşıyıcısı olsa belə, onun əsas hədəf proqramı Azərbaycan xalqına qarşı, türklərə qarşı, müsəlmanlara qarşı o dövrdə ermənilərin soyqırım siyasəti həyata keçirilirdi.
Çar Rusiyasının siyasi dairələrində ermənilər, ruslar, Azərbaycanlılara qarşı təzyiqlər göstərirdilər. Hətta körpələri, qadınları ölümlərə məruz qoyurdular. Və ona görə də Difai Partiyası da onlara qarşı tədbirlər görməyə başladı. Partiyanın quruculuq işlərində böyük əmək sərf edənlərdən biri də məhz Həmid bəy Yusifbəyli olur. Həm qeyrət, həm də Difai Partiyasının əsasən gizli yığıncaqları Yusif bəyin Hacıkənddəki Lemsə bulağı deyilən yerdəki yaylaq evində keçirilirdi. Bu ev şəhərdən nisbətən uzaq ərazidə yerləşdiyinə görə təhlükəsiz sayılırdı. Nənəm deyirdi ki, Dəli Alı ilə Rəfibəydilər həm qovum idilər, həm də dost idilər. Onların sahəsində bizim evə heç kəs dəyə bilməzdi, tüş sağlanmazdı. Belə deyirdi ki, tüş sağlanmazdı bizim ev onlara görə. O, Ələkbər bəy də çox qoçaq adam olubdu. Çox olduqca qoçaq adam olubdu, qorxmaz adam olubdu. Ondan ümumiyyətlə Gəncədə, yox, bütün Gəncə basarda çəkiliblər. İstər qaçaqlar, istər qoçaqlar. Difainin fəaliyyəti nəticəsində Gəncədə erməni terroruna son qoyulur. Lakin partiyanın əsas simaları Çar Rusiyasının diqqətindən bir an belə kənarda qalmır. Onlar hər vəclə izlənilir, evlərinə qəfil basqınlar edilir, yoxlamalar aparılırdı. Bu axtarışlardan biri də 1908-ci il iyun ayında məhz Həmid bəyin evində aparılır. Evdən 24 ədəd siyasi kitab tapılaraq ona ciddi xəbərdarlıq edilir. 1908-1910-cu illər arasında Həmid bəy Yusifbəyli Gəncədə fəaliyyət göstərən Ruhani məktəbində dərs deyirdi. Və bu zamanın özündə belə o nə maarifçilik, nə də ki, siyasi fəaliyyətindən geri qalmırdı. Çox fəal bir surətdə öz siyasi ideyalarını təbliğ eləyirdi. Məhz buradakı işi zamanı da Nağıb Əşıq Samanlının əmsi qızı olan Səriyə xanımla ailə qurmuşdur. Lakin onu da deyim ki, 1909-cu ildə çox bir qısa zaman fasilə yenidən həbs olunur və 1910-cu ildə həmin deməli Qafqaz canişiri Vorontsov Daşkovun göstərişi ilə Bağçasaraya sürgün olunur. Digər onunla başqa 2 nəfər də sürgünə məruz qalmışdı. Həmid bəyi Bağçasaraya sürgün elədilər. Bağçasarayda sürgün olarkən o qardaşının qaynatası olan Türk dünyasının böyük ictimai siyasi fikir atası sayılan İsmail bəy Qaspralının yanında fəaliyyətlə məşğul oldu və o dövrdə o Tərcüman qəzetində müəyyən yazılarla çıxış etmişdi. Elə bir yazılardan bir məsələn demək olar 1908-ci ildə çıxmış hesab kitabı yazısıdır. Həmin kitabda Həmid bəy öz fikirlərini izah eləmişdi. O Bağçasarayda olarkən İsmail bəy Qaspralı ərəbcədən rus dilinə tərcümə elədiyi öz əlləri ilə Quranı ona hədiyyə eləmişdi Həmid bəyə. Həmin Quran uzun müddət demək olar Gəncədə Həmid bəyginin evində olmuşdu həmin Quran. Sonradan onu qardaşı Əyyub bəy Yusifbəylinin sürgünə göndərilməsindən bağlı onun bacı uşaqları həmin Quranı Gəncədə dövlət kitabxanalarından birinə satmışdılar. 1910-cu ildə Qafqaz canişini Vorontsov Daşkovun hökmü ilə Qafqazdan 5 illik müddətinə Krıma, Bağçasaraya sürgün edilən və bir müddət orada qardaşı Nəsib bəyin qaynatası İsmail Mirzə Kasprinskinin evində yaşayan Həmid bəy daha sonra İstanbula gedir. 1913-cü ildə Romanovlar sülaləsinin hakimiyyətinin 300 illiyi münasibəti ilə əfv olunur və 1914-cü ildə İstanbuldan doğma vətəninə qayıdır. Sürgündə İstanbulda olduğu müddətdə də Həmid bəy öz belə desək siyasi və maarifpərvər fəaliyyətini davam etdirirdi və bəzi məlumatlara görə Həmid bəy İstanbulda olarkən orada gənc türklərlə əlaqə saxlayır və buradakı türkpərəst qüvvələrlə, məsələn orada İslamçılar vardı, türkpərəst qüvvələrlə münasibətlərdə olur və bəzi məlumatlara görə bu münasibətlərin də yaxın olan adamların içində, misal üçün türk maarifpərvər xadimi Yusif bəy Aqçuranın da adını çəkirlər. 1915-ci ildə isə o Gəncəyə qayıdır və Gəncədən onun Ənvər adlı oğlu dünyaya gəlir. Lakin Gəncəyə qayıtmasına baxmayaraq, Çar hökumətinin xüsusi göstərişinə əsasən onu 1917-ci ilə qədər sərt nəzarətdə saxlayırlar.
1918-ci ildə mayın 28-də Cümhuriyyət qurulduqdan sonra isə ümumiyyətlə Həmid bəy siyasi fəaliyyətini dayandırır, daha çox maarifçilik fəaliyyətinə, müəllimlik fəaliyyətinə üstünlük verir. Cümhuriyyət illərində Həmid bəy şəhər upravasının çertiyojçusu vəzifəsində çalışır. Siyasi fəaliyyətindən tamamilə uzaqlaşan köhnə difaiçi, ən yaxın dostları Mirzə Məhəmməd Axundzadə, böyük şairimiz Əhməd Cavad və gözəl ziyalı Cavad bəy Rəfibəyli ilə daim sıx əlaqədə olur. Məşhur akademik Çingiz Çuvarlı xatırlayırdı ki, dayısı Həmid bəy Əhməd Cavadla kəl arabası ilə Göygölə gedib. Əhməd Cavadın məşhur Göygöl şeiri də həmin gün yaranıb. Həmid bəy bu evdə sovetisasiya olanda 20-ci ildən sonra vəziyyət yaxşı olmuyubdu. Bütün bu evdə olanların hamısına Həmid bəy baxıbdı. Onun sahəsində böyüyübdü. Mənim atam, əmim Çingiz Cuvarlı, akademik Çingiz Cuvarlı, bunların hamısına atalıq eləyibdi. Və Azərbaycan Xalq Cümhuriyyəti yıxıldıqdan sonra onun qardaşı Nəsib bəy bolşeviklər tərəfindən qətlə yetirildi və Cümhuriyyət şəhidlərindən biri kimi həmin şəxs hər an anılır. Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanım Qasıbralı məlum məsələdir ki, onlar Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən işğal olunandan sonra Türkiyəyə siyasi mühacirət eləməli oldular. Və onlara Həmid bəy qardaşının övladları olaraq həyat yoldaşı Nəsib bəyin Şəfiqə xanıma çox böyük dəstək vermişdi. Həm maliyyə baxımından, həm də mənəvi dəstək vermişdi. Əzizim Şəfiqə, yazdığınız məktublardan fəqət biri buraya vasil oldu. Oxuyub nəhayət mükəddar olduq. Nə etməli? Qədər böyləymiş. 3 ay əvvəl sizə 100 banknot göndərmişdim. Bilmirəm, aldın yaxud almadın. Bu dəfə 3 Osmanlı lirəsi ilə 2 dənə rial göndərəcəm. Altın göndərmək mümkün olmadığı üçün banknot sürətində gətirəcəklər. Alan günü məlumat vermənizi rica edirəm. Özünüz bizim halımızı zənn eləyirəm ki, bilirsiniz. Mehdin uşaqları, dayım, qardaşım da öhdəmdə olduğunu bilirsiniz. Cari olarsa, canımı belə Nəsib qardaşımın balalarına verməyə hazıram. Əgər çocuklar orada oxuya bilmirlərsə, göndərin gəlsinlər bura. Mümkün olduqca məktub yazınız. Bu il bir qədər pambıq əkmişəm. Məhsul yaxşı olarsa, yenə pul göndərəcəm. Baqi, cümlə tanışlara salam və ehtiram söyləyiniz. Bir şey də nəzərinizə çatdırmaq istəyərdim ki, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra belə Həmid bəy öz maarifçilik fəaliyyətini davam etdirirdi, pedaqoji fəaliyyətini davam etdirirdi. 1921-ci ildən 1930-cu ilə qədər Həmid bəy Gəncə Türk Pedaqoji Texnikumunda müəllim vəzifəsində işləyir. Onun da bir növ o zamanki dövrdə Azərbaycan Fövqəladə Komissiyasında, yəni CK-sında rəhbər vəzifədə işləyən Eyyub bəy xan Budağovla olan qohumluğu bir müddət onun toxunulmazlığını təmin eləyir və fəaliyyətinə şərait yaradırdı. Eyyub bəy xan Budağov Azərbaycanın ziyalı insanlarından biri idi və CK-da işləyəndən bir müddət sonra isə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi işləyir. Və onun da himayəsi sayəsində 1930-cu ilə qədər Həmid bəyin fəaliyyətinə və özünə, ailəsinə toxunulmur. Sovetlər dövründə o Gəncədə mövcud olan Mirzə Fətəli Axundov adına Türk Pedaqoji Texnikumunda dərs demişdi və orada onun keçmiş dostlarından biri, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, Türk Ədəbi Mərkəziyyət Partiyasının yaradılmasında önəmli yerlərdən biri olan İdris Axundzadə ilə birlikdə dərs demişdi. Onun məlum məsələdir ki, digər dostları da olmuşdu. Ən yaxın əsas mənbələrdə 3 əsas məlum dostu qeyd edilir. Əhməd Cavad və o dövrün pedaqoji fəaliyyətlə məşğul olan Cavad bəy Rəfibəyli. Bunlar Həmid bəyin ən yaxın dostları idilər. Cavad bəy Rəfibəylinin xatirələrindən. Mən görkəmli akademik fəxrimiz Çingiz Çuvarlının kirvəsiyəm. Yusif bəylər nəslində Həmid bəylə çox yaxın idim. O, olduqca savadlı və ensiklopedik biliyə malik bir insan idi. Bilmədiyimizi ondan soruşardıq. Həmid bəy Azərbaycan və Rus ədəbiyyatını mükəmməl bilirdi. Gəncədə atası Yusif bəylə ilk kitab dükkanı açmışdı. O, Türkan adlı bir piyes yazmışdı. Həmin dram əsəri Gəncə Dram Teatrının səhnəsində tamaşaya qoyulub uğur qazanmışdı. Əsər 31-ci ildə Həmid bəyin evində yoxlanış aparılan zaman
DTK tərəfindən müsadirə edildi və sonraki talihi barədə məlumat verən olmadı. Həmid bəyin Nəsib bəyin qardaşı olmaz, hansı ki bolşeviklər tərəfindən qətlə yetirilmişdi. Həmçinin onun Difai partiyasında, Qeyrət partiyasında sürgün həyatı yaşaması Sovet dövlətinin arxiv sənədlərində onlara məlum idi. Ona görə yenidən ona təzyiqlər eləməyə başladılar. 1931-ci ildə onun evində axtarışlar aparıldı öz dayısının rəhbərliyi ilə. Əllərində elə bir fakt tapa bilmədilər. Sadəcə qonşularından 2 nəfər onların üzünə durmaqla Həmid bəyi həbs elədilər. Hardasa təxmini 1 il, 2 il müddətdə araşdırma aparıldı. Yenə də Həmid bəy azadlığa buraxıldı. Onu da qeyd eləmək istəyirəm ki, Həmid bəy Yusifbəyovun izahatında göstərilirdi ki, yazılı izahatında göstərilirdi ki, istəyirsiniz məni edam edin, lakin mən özümə qarşı olan ittihamları qəbul etmirəm. Lakin belə bir izahat Dövlət Təhlükəsizlik Komitəsinin, o zamanki Dövlət Təhlükəsizlik Komitəsinin işçilərini o qədər də qane eləyə bilməzdi. Protokollardan da göründüyü kimi Həmid bəyi, belə desək, sorğu-suala tutanlar, onu mühakimə edənlər ya erməni, ya ruslar idi. Buna görə də Həmid bəyin azadlığa buraxılmasında onun himayədarı olan, o zamanki dövrdə Azərbaycan Kommunist Partiyasında rəhbər vəzifədə olan və eyni zamanda Xalq Maarif komissarı olan Məhəmməd bəy Cubarlinskinin böyük rolu olur. Və 32-ci ilin sentyabrından artıq Həmid bəy Yusifbəyli 2 yerdə, həm Kirovabad şəhər industrial texnikumunda və eyni zamanda 15 nömrəli məktəbdə pedaqoji fəaliyyətlə məşğul olur və dərs deyir. Onu da deyim ki, çox məhsuldar bir fəaliyyəti olur. Lakin 37-ci il bütün ziyalılarımız kimi, yəni Həmid bəyin özünün də yaxın insanlarının artıq üstündə bir bulut kimi qavarmaqda idi. Belə ki, onun yaxın qohumlarından olan Eyyub bəy Xanbudaqov həbs olunur, sonra isə atasının dostlarından olan Əhməd Cavad həbs olunur. Və hər ikisi demək olar ki, eyni gündə, oktyabr ayının 12-sindən 13-ünə keçən gecə güllələnirlər, 37-ci ildə. 41-ci ildə isə Həmid bəyin sonuncu himayədarı olan Məhəmməd bəy Cubarlinski həbs olunur və birbaşa Mirzəfər Bağırovun özünün əli ilə qətlə yetirilir. Sonuncu himayədarından məhrum olan Həmid bəy Yusifbəyli yenə həmin ildə həbs edirlər. Güya o, antisovet əhval-ruhiyyədə yaşayır. Güya ruslara böhtan atır. Məhz bu iftiralara görə ziyalının 5 il müddətinə Şimali Qazaxıstana sürgün edilməsi barədə qərar çıxarılır. Lakin buna baxmayaraq, qərar icra edilmir. Vətən fədaisi Bakıda həbsxanada saxlanılır. 11 fevral 1942-ci ildə SSR-nin Daxili İşlər üzrə Xalq Komissarlığının xüsusi iclasının qərarı ilə Həmid bəyin işinə xitam verilsə də, onu həbsdən buraxmırlar. Və həmin müddətdən sonra 1942-ci ildə Həmid bəyə qərar var idi ki, yenidən Sibirə sürgün olunsun. Həmid bəy ağır xəstə olduğuna görə o həbsxanada 1942-ci ildə müəmmalı şəkildə elə bir arxiv sənədlərində onun ölümü ilə bağlı heç məzarı da mövcud deyil bu dəqiqə. Ona görə onun necə öldüyü haqqında əlimizdə bir məlumat yoxdur. Onunla bağlı sonuncu qərar Sovet dövlətində 1956-cı ildə onun bəraət sənədidir və onun oğlu məlum məsələdir ki, Ənvər Yusipov, yəni Sovetlərin təzyiqləri nəticəsində o dövrdə soyadlar da dəyişdirilirdi, repressiya məruz qalırdı. O da Yusifbəyli soyadını dəyişərək Yusipov olmuşdu soyadı. Arxiv sənədlərinə nəzər salındıqda aşkar görmək olur ki, ömrünü Azərbaycan üçün adayan, böyük şəxsiyyətin istintaq işini aparan müstəntiqlərin hamısı ermənilər və ruslar olub. Məsələ aydındır. Onun alnına 20-ci ildə qətlə yetirilmiş Cümhuriyyət liderlərinin 37-ci il repressiya qurbanlarının davamçısı olmaq yazılmışdı. Gec və ya tez. O da vətən üçün canını verməli idi. Verdi də. Digərlərindən fərqli olaraq qardaşı Nəsib bəy kimi müəmmalı ölümü ilə.